Həkim, belə bir sual var ki, məsələn, deyirlər, qan vermək qanı çoxaldır. Bu tibbi olaraq təsdiqlənir, yoxsa sadəcə mifdir? Xeyr, qan verən adamın qanı azala bilər. Və sonradan sözsüz ki, həmən qan bərpa olur. Və insanda qanın miqdarı nə qədər olursa, o genetik olaraq tənzimlənmişdir. Yəni, insan üçün, sağlam insan üçün qan nə qədər olmalıdır? Deyək ki, 4 litr, yarım 5 litr olmalıdır və bundan artıq ola bilməz. Çünki orqanizm özünü tənzim edir. Və insan qan verirsə, deyək ki, məsələn, 500 ml qan verirsə, bunun qanı 500 ml azala bilər. Və o, vaxtın gedişində bərpa olur. O demək deyildir ki, 5 litr olandan sonra başlayacaq daha yüksəyə qalxmaq. Xeyr. Çünki orqanizm özü nə qədər qan olmalıdırsa, onu idarə edir. Ona görə də qan verən və ya tez-tez qan verən adamın qanı sonradan daha yüksəyə qalxacaq anlayışı yoxdur.